Kolposkopiya vulva, uşaqlıq yolu və uşaqlıq boyunu problemlərini incələmək üçün istifadə etdiyimiz mikroskopik bir vasitədir. Biz uşaqlıq boynu xərçəngini taramaq üçün istifadə etdiyimiz Pap smear testində bir anormal nəticə gələrsə və ya yenə uşaqlıq boynu xərçəngini araşdırmaq üçün istifadə etdiyimiz HPV testində anormal bir nəticə gələrsə, o zaman kolposkopiya vasitəsindən istifadə edirik. Kolposkopiya uşaqlıq boyunu normaldan 40 dəfə böyüdərək bizə daha dəqiq bir məlumat verir. Kolposkopiyanı poliklinika şəraitində əsasən anesteziya olmadan etdiyimiz bir müayinə üsuludur. Əvvəlcə uşaqlıq boyununu təmiz bir steril su ilə, maye ilə yuduqdan sonra baxış keçirdirik. Ardından xüsusi boyalarla boyayırıq və hər boya sonrasında da xüsusi baxışlarla, incələmələrlə uşaqlıq boyunda bir problem varmı, yoxmu incələyirik. Kolposkopiya edilməsində əsas məqsəd bizim gördüyümüz anormal nahiyələrdən biopsiya alınmasıdır. Amma bəzi hallar olur ki, bizim götürdüyümüz Pap smear testi normal gəlir və ya HPV testimiz normal gəlir. Amma bəzi hallar var ki, biz yenə də kolposkopiya edirik. Bu hallara daxildir cinsi əlaqə sonrası qanamanın olması, uşaqlıq boynunun ciddi bir şəkildə iltihabi xəstəliyi və ya bizim güzgü müayinəmizdə gördüyümüz testimiz normal olsa belə ciddi xərçəng günündə ola biləcək dəyişikliklər. Smear testimiz normal olsa belə HPV 16 və 18-in pozitiv gəlməsi. Kolposkopiya etdiyimiz zaman gördüyümüz anormal nahiyələrdən mütləq biopsiya almamız və biz bunu patoloji incələməyə göndərməmiz lazımdır. Çünki burada əsas məqsəd oradan götürdüyümüz parçaların içərisində anormal hüceyrələr varmı, yoxmu, xərçənglə bir əlaqəsi varmı, yoxmu, bunu dəqiqləşdirilməsi lazımdır. Ən çox edilən yanlışlardan biri bizim sıx-sıx gördüyümüz HPV testi, smear testi olmadan və xəstənin hər hansı bir şikayəti olmadan xəstələrin kolposkopiyaya yönləndirilməsidir. Buradakı alqoritma bu şəkildə olması lazımdır. Öncə smear testi, HPV testi. Əgər ki, bundan normaldırsa və uşaqlıq boynumuzda normal gözükürsə müayinəmizdə kolposkopiyaya ehtiyac yoxdur. Əgər ki, hər hansı problemimiz varsa, test nəticələrimiz anormalsa, o zaman kolposkopiya edə bilərik. Kolposkopiya mütəxəssis ginekoloqlar tərəfindən edilən 5-10 dəqiqə müddətində sürən bir mikroskopik müayinə metodudur.